İndi biz məsələn bugün baxın, İranla bağlı siyasətdə də bəzən o məzariyyat bizi dəvət edən insanların xəyallarına görə qurmaq istədiyi bir modellərin sabahları problemini yaşaya bilərik. Hamımız istəyərik ki, bütün soydaşlarımızla birləşək. Bəli. Amma siz diqqət edin, bir Əfqanistanı götürün. Əfqanistan 10 yerə, 15 yerə parçalanmış Əfqanistanı bölünməyə kimsə qoymadı. Bir rejim qurdular, qaldı. İraq kimi bir hər yana dağılmış, indi də dağılmış bir ölkə müstəqil dövlət çıxarda bilmədilər. Muxtariyyət çıxardıblar Kürtlər, amma bölünmədi. Suriya kimi bir dövlət hamı fikirləşib ki, hərəsində bir 1/3 YPG-də, 1/3 ərəblərdə filan. Bölünməyə qoymadı. Demək, bu mənzərəni görən ağıllı insanlar baxır ki, bu məcarıya bir müstəqil dövlət, xüsusilə də dünyəvi dövlət sülhləmək olmaz. Biz bu dövləti, babalarımızın miras qoyduğu dövləti bu çərçivədə qorumaqla, güclənməklə və daha çox, bilirsiniz, bax, bugün ingilislər dünyanın heç bir ölkəsində, böyük əksəriyyətində ingilis müstəmləkəçiliyi yoxdur. Amma ingilis dilinin ağalığı var, ingilis mədəniyyətinin ağalığı var. Demək, bu günləri ağalıq dillə, mədəniyyətlə olur və onda təhlükəsiz bir ağalıq olur, təhlükəsiz bir yayılma olur və biz buna daha çox yönəlməliyik və hesab edirəm ki, hər hansı bir şəkildə bu məcaratçı mühakimə bizim üçün zərərli nəticələr verə bilər və dövlətimizi və xalqımızı bundan qorumağa çalışmalıyıq.